Bəzi situasiyalarda isə elə olur ki, hakim insan faktorunu nəzərə alaraq bəzi məqamları gözdən qaçıra bilir. Buna görə də elə həmin dəqiqə yerindəcə məşqçi şikayət elədikdə onlar yenidən baxılır. Baxıldıqdan sonra qərar verilir. Təbii ki, bu yarışın nəticəsini dəyişmir, ancaq yenə də əgər hakim tərəfindən edilən bir səhv varsa, həmin hakimə xəbərdarlıq verilir, məlumatlandırılır ki, burada prosesi düzgün etməyibdir. Yarış nə qədər belə deyək də ciddi şəraitdə geçsə də, özünüz də vloqda görürsünüz də, biz o ciddi atmosferdən çıxıb şən vaxtda keçirə bilirik, söhbət eləyib bir-birimizdən zarafatlar eləyirik. Hakimlərimizin arasında yeni hakimlər də var, onlar komandaya adaptasiya olmağa çalışırlar. Təbii ki, ilk yarışda bu biraz çətin olur, çünki yarışın həyəcanı var, stresi var, bunu nəzərə alınır. Ancaq növbəti yarışda əminəm ki, onlar da bizim tempimizə düşəcəklər.